Salam dostlar, ümid edirəm ki, yaxşısınız. Bugün biz sizinlə oxu bacarıqlarını necə inkişaf elətdirmək lazımdır, onu öyrənəcəyik. Xüsusilə də bugün oxu bacarıqlarının birinci hissə dərsimizdə sürətli baxış texnikalarını və məqsədli axtarış texnikalarını necə etmək lazımdır, onları öyrənəcəyik. Dostlar, bugün dərsdə öyrənəcəklərimiz oxu strategiyaları hansılardır, sürətli baxış texnikaları və məqsədli axtarış texnikaları hansılardır və əlbəttə ki, praktik nümunələr Dövlət İmtahan Mərkəzinin bizə 2024-2025-ci ildə təqdim etdiyi praktik nümunələrin üzərində işləyəcəyik. Dostlar, biz demişdik ki, oxu mətnlərinin formaları 9-cu sinifdə iki formada olur. 3 kiçik həcmli mətin və hər birinə aid bir tapşırıq nümunəsi olur və bir iri həcmli mətin və 4 qapalı və bir açıq tip tapşırıq olur. Və bunlar hamısı 5-ci tapşırıqdan 12-ci tapşırığa qədər, yəni 5 və 12-ci testləri əhatə edir. İndi isə qarşınızda Dövlət İmtahan Mərkəzinin bizə təqdim etdiyi imtahan nümunələrindən biri var. Burada biz 5, 6, 7-ci, yəni qısa short tekstlərlə, qısa mətnlərlə tanış oluruq. Hansı ki, hər bir mətnin sadəcə bir sualı var və bir sualın içində də bir cavab tapırıq. İndi isə qarşınızda bir iri həcmli mətn var. Hansı ki, mətni oxuduqdan sonra 8-ci, 9-cu, 10, 11, 12-ci sualları yerinə yetiririk. Dostlar, bir daha qeyd edirəm ki, 12-ci sual açıq tipli sualdır. Yəni, burada biz A, B, C, D, Y variantlarından birini yazmırıq. Əksinə, doğru hesab etdiyimiz 1, 2, 3, 4 rəqəmlərindən birini və ya bir neçəsini qeyd edirik. İndi isə gəldik ən vacib məqamlardan birinə, oxu texnikaları hansılardır? Birinci, başlığa bax və mövzunu təxmin et. Sonra sualları əvvəlcədən oxu. Daha sonra mətni oxu və açar sözləri qeyd et. Dördüncü isə giriş, əsas hissə, nəticə hissəsini müəyyənləşdir. Dostlar, bir daha diqqət edirik. İlk növbədə biz mətnin başlığına, yəni birinci cümləsinə diqqət edirik. Və birinci cümlədən artıq mövzunun nə olduğunu təxmin etmək olur. Yəni, mövzu nədən bəhs eləyəcək, birinci cümlədən aydınlaşdırmaq olur. Daha sonra isə bizə təqdim olunan sualların hər birini əvvəlcədən oxuyuruq. Sualları oxumağımız bizə bütöv mətni oxumamağa imkan yaradır. Yəni, biz o zaman vaxt qazanmış oluruq. Əgər sualları oxusaq, bilsək ki, orada bizdən nə istənilir, biz bütöv mətni oxumasaq da kifayət eləyir. Daha sonra mətni oxuyuruq, yəni mətni oxumaq deyəndə diqqətlə yox, ümumi formaya baxırıq, sürətli formada mətnin üzərindən keçirik və açar sözləri qeyd edirik. Açar sözlər nə ola bilər? Ölkə adları, illər ola bilər, insan adları ola bilər, hər hansı xüsusi, spesifik bir söz ola bilər ki, bunlar bizim üçün açar söz ola bilər və biz onları dərhal altından xətt çəkirik və ya dairəyə alırıq ki, onlar bizim diqqətimizdə qalsınlar. Və nəhayət, sonuncu, giriş, əsas hissə və nəticə hissəsini müəyyənləşdiririk. Giriş hissə birinci cümlədir, nəticə hissəsi sonuncu cümlədir və əsas hissə isə ortada olan body part deyirik biz buna. Orta hissəsi bizim üçün əsas hissədir. Buradakı cümlələri müəyyənləşdirib artıq biz əmin oluruq ki, mətn nədən bəhs edir. Yaxşı, bəs sürətli baxış texnikaları nədir və hansılardır? Ümumilikdə sürətli baxış texnikaları mətnin ümumi mövzusu, əsas ideyası və ümumi məzmunu haqqında tez məlumat almaq deməkdir. Yəni, detallara yox, əsas fikrə fokuslanırıq. Bəs yaxşı, hansılardır bunlar? Başlıq və alt başlıqları oxumaq. Dostlar, düzdür, bəzən imtahanda başlıqlar və alt başlıqlar olmur, amma sizin qarşınızda olan hər hansı bir mətndə, istər kitablarınızda olan mətndə, istər test vəsaitlərində olan mətnlərdə, mətnlərin bir çoxunun başlıqları və alt başlıqları olur. Və bu zaman biz onları oxuyaraq artıq mövzunu təxmin edirik. Daha sonra, mətnin ümumi mənasını tez anlamaq üçün giriş və nəticə hissələrinə baxmaq. Az öncə də dediyim kimi, birinci cümlə və sonuncu cümləni oxuyuruq ki, ümumi mənasını tez anlayaq. Başa düşək ki, mətn nədən bəhs eləyir. Hər paraqrafın ilk və bəzən son cümləsini oxumaq. Hər paraqraf, yəni hər abzası nəzərdə tuturuq. İlk və bəzən də son cümlələrini oxumaq bizə adətən icazə verir ki, mətn nədən bəhs eləyir, həmin hissə harada qurtarır və biz onu harada istifadə eləyəcəyik testlərdə.
Açar sözləri vizual olaraq axtarmaq. Az öncə də dediyimiz kimi açar sözlər nə ola bilər? İnsan adları ola bilər, ölkə adları ola bilər, illər ola bilər, rəqəmlər ola bilər, hansısa xüsusi spesifik sözlər ola bilər ki, biz bunları artıq ilk baxışdan vizual olaraq görürük, dairəyə alırıq və uzun-uzadı oxumadan diqqətə çarpan sözləri seçirik ki, testdə istifadə edək. Və mövzunun istiqamətini anlamaq üçün şəkil, cədvəl, qalın və ya kursivlə verilmiş sözlər varsa onlara baxırıq. Çünki bəzən imtahanda olmasa da, amma verilən test vəsaitlərində və ya kitablarınızdakı oxu mətnlərində adətən şəkillər, cədvəllər, qalın və kursiv sözlər verilir ki, bu da bizim üçün mövzu istiqamətini anlamağa kifayət edir. Dostlar, indi isə qarşımızda Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə bizə təqdim etdiyi oxu nümunələrindən biri var. Mətindir. Gəlin belə edək. Videonu pauza edirsiniz, mətni oxuyursunuz, daha sonra tapşırıqları birgə yerinə yetiririk. Dostlar, mətnlə tanış olduq. İndi isə gəlin analiz edək. Yəni, baxaq görək ki, biz öyrəndiyimiz texnikalar bu mətndə işə yarayır ya yox. Mətnin ilk cümləsi nədir? Denmark is one of the happiest countries in the world. Yəni, mövzu Danimarka və onun xüsusiyyətləri olacaq. Biz artıq buradan başa düşürük ki, mövzu Danimarkadandır. Hər abzasın ilk və son cümləsinə diqqət edirik. Birinci abzasın əvvəlində Kopenhagendən danışılır və oranın populyarlığı, Kristiana haqqında danışılır və sonra turistlərə bəzi qadağalar qoyulduğu deyilir. Məsələn, kamera, maşın kimi qadağaların olduğu deyilir. İkinci abzasın ilk cümləsində isə Kopenhagenin velosiped dostu olması və ekoloji qayğısı qeyd olunur ki, ölkəyə, yəni ekoloji qayğı olaraq velosipeddən hər kəs istifadə edir. Və sonuncu cümləsində isə insanların 55%-nin velosipedlə işə və məktəbə getdiyi deyilir. Daha sonra dedik ki, diqqət çəkən sözlərə, yəni keywordslərə diqqət edirik. Məsələn, burada hansı keywordslər ola bilər? Rəqəmlərə adətən deyirik biz 55% nəzərdə tuturuq və ya population, high tax on cars, free town, don't pay taxes. Çünki biz açar sözləri ancaq elə çətin və ya fərqli sözlərdən seçməyə bilərik. Biz inkar sözləri də açar söz kimi götürə bilərik. Əgər ölkə adları varsa, onları da açar söz kimi götürə bilərik. Və ya xüsusi fərqli verilmiş sifətləri də açar söz kimi götürə bilərik. Məsələn, to use cameras and cars, or bicycle friendly və ya pollution, high tax on cars və s. kimi sözləri biz açar sözlər kimi, yəni diqqət cəlb edən sözlər kimi götürürük. Və əsas məzmunu formalaşdırmaq. Artıq hər mətnin ilk cümləsinə baxdıq, hər abzasın ilk və son cümləsinə baxdıq, açar sözləri qeyd etdik və anladıq ki, Kopenhagen həm yaşamaq üçün xoşbəxt və populyar bir şəhərdir, həm də ekoloji baxımdan velosiped istifadəsi geniş yayılıb və Kristiana adlı xüsusi bir bölgədə vergilər yoxdur və turistlər üçün bəzi qadağalar var burada. Hökumət maşınların sayını azaltmaq üçün yüksək vergi tətbiq edir. Yəni, ümumi mənanı biz artıq çıxartdıq. Dostlar, burada isə məqsədli axtarış texnikaları nədir və hansılardır onlara diqqət edirik. Mətnin ümumi mənasını oxumadan, konkret məlumatı, yəni tarix, rəqəm, ad, fakt və s. tapırıq. Məsələn, axtardığım məlumatı əvvəlcədən müəyyənləşdiririk. Deyək ki, bu bizim mətndə az öncə Kopenhagen sözü var idi, ölkə adları var idi. Bunlar artıq dəqiq, konkret faktlardır. Və ya il ola bilər bu, və ya hər hansı bir ad ola bilər, həmin oxuduğumuz mətndə ad ola bilər. Məsələn, burada nümunə kimi Dr. Smith yazılıb. Yəni, bu ad bizim üçün artıq əvvəlcədən müəyyənləşdirilmiş həmin o məqsədli axtarış texnikasıdır. Daha sonra mətnin strukturu üzrə gözlə sürətli hərəkət etmək. Bilirsiniz, biz imtahanda vaxtla mübarizə aparırıq. Yəni, bizə verilən vaxtı ən düzgün, səmərəli formada necə istifadə edə bilərik? Sürətli formada mətnə diqqətimizdən keçirdirik. Daha sonra sətir-sətir oxumuruq ki, sadəcə gözümüzlə axtarırıq. Açar sözləri seçdik, rəqəmlərə fokuslanırıq. Yəni, harada rəqəm gördük, biz onu artıq dairəyə alırıq və ya altından xətt çəkirik ki, bu bizim üçün açar sözümüzdür, dərhal qeyd edirik onları. Cədvəl, siyahı və qrafiklərə diqqət edirik. Əgər mətnimizdə bir cədvəl varsa və ya siyahı varsa və ya qrafik varsa, biz onları mütləq formada özümüz üçün tez məlumat tapmağa yardımcı olacağı üçün qeyd edirik və cümləni tam oxumuruq.
Yalnız lazım olan hissəni görürük. Bunu necə edirik? Öncə sualları oxuyuruq. Suallarda lazım olan sözləri artıq xatirimizdə saxlayıb, həmin sözləri biz cümlədə axtarırıq. Yəni cümləni bütöv oxumağa gərək qalmır. Sadəcə sualda olan sözləri cümlədə tapıb, o cümlələr bizim üçün artıq vacib cümlələrdən birinə çevrilir o zaman. Dostlar, yenə də az öncə gördüyümüz nümunə qarşımızdadır. Gəlin baxaq görək scanning task, yəni scanning texnikası ilə biz bunu necə tapa bilərik? Birinci sualımız paytaxt haradadır? Az öncə də dediyim kimi, əsas vacib şəhər adı, ölkə adı, insan adı, hər hansı bir adlar varsa biz onların altından xətt çəkirik. Özümüz üçün vacib olan qeyd kimi, keywords kimi götürürük. Burada artıq paytaxt sözünün biz capital sözü olduğunu anlayırıq və paytaxt olan cümlədə the capital of the country is Copenhagen. Yəni Kopenhagenin paytaxt olduğunu anlayırıq və onu doğru cavab kimi qeyd edirik. İkinci sualımız isə Kristianada turistlərə hansı qadağalar var? Qadağa sözünü əgər biz cümlə içində tapmışıqsa, qadağa are not permitteddir, icazə verilmir. To use cameras and cars. Kameralardan və maşınlardan istifadə etmək qadağandır. Yəni doğru cavab budur. Üçüncü sualımız, şəhərdə neçə faiz insan velosiped sürür? Faiz deyirsə, dərhal rəqəmə baxırıq. Burada rəqəm olan hissə ancaq 55% var və 55% olan hissə about 55% of the people in the city go to work or school by bicycle. Bu cümlə artıq bizim üçüncü sualımızın cavabıdır. Və nəhayət dördüncü sual, hökumət maşınların sayını azaltmaq üçün nə edib? Hökumət sözünü biz bilirik ki, governmentdir və government olan cümləni dərhal axtarırıq gözümüzdən, hansı hissədədir. Burada iki hökumət sözü olan cümlə keçir. The Danish government is also careful about pollution. Burada deyir ki, hökumət çirklənməyə görə çox diqqətlidir. Denmark has a very high tax on cars because the government wants more people to ride bikes. Danimarkada yüksək vergilər var ki, hansı ki hökumət istəmir ki, insanlar yəni daha çox velosipeddən istifadə etməsini istədiyi üçün maşınlar üzərində yüksək vergi qoyulur. Demək ki, hökumət maşınların sayını azaltmaq üçün yüksək vergilərdən istifadə edib. Denmark has a very high tax on cars. Doğru cavabımız bu hissə olacaq. Dostlar, indi isə qarşımızda oxu mətni nümunəsi var. Gəlin mətni öncə oxuyaq, daha sonra sualları birgə yerinə yetirək. Videonu saxlayırıq, mətni oxuyuruq, sonra videoya geri dönüş edirik. Dostlar, indi isə gəlin suallara baxaq. 8-ci sual. What's the passage mainly about? Mətin nə haqqındadır? Az öncə də mətnin nə haqqında olmasını bilməyimiz üçün biz dedik ki, birinci cümlə bizim üçün çox vacibdir. Birinci, sonuncu, yəni giriş hissəsi və nəticə hissəsi bizim üçün çox vacibdir. Birinci hissədə biz oxuyuruq ki, Canada is the second largest country in the world. Kanada dünyadakı ən böyük ikinci ölkədir hissəsi artıq bizə xəbər verir ki, mətn Kanada haqqındadır. Bu da o deməkdir ki, A, B, C, D variantları yanlışdır. Y variantı isə doğrudur. Çünki cavab one of the world's largest countries. Dünyanın ən böyük ölkələrindən biri. Amma digər variantlarda isə the history of the capital city, paytaxt şəhərin tarixi haqqında bu yanlışdır. Çünki biz artıq birinci cümləyə baxanda görürük ki, burada sadəcə Kanadanın dünyanın ən böyük ikinci ölkəsi olmasından bəhs eləyir. A historic city in North America, Şimali Amerikada olan tarixi bir şəhər, şəhərdən bəhs eləmir, ölkədən bəhs eləyir, yəni Kanadadan bəhs eləyir. C variantında the life of native people in Canada, Kanadada olan yerli insanların həyatı. Birinci cümlədən biz artıq başa düşürük ki, bu mətn sadəcə oradakı insanlar haqqında deyil, həmin ölkə haqqındadır. D variantı isə the unique trees of Canada, Kanadanın unikal ağacları. Təbii ki, burada ağaclardan da sırf bəhs eləmir, sadəcə Kanadanın özündən ümumilikdə bəhs edir. Ona görə də doğru cavab Y variantıdır. Dostlar, indi isə 9-cu suala baxırıq. Which statement is false according to the passage? Mətnə əsasən hansı cümlə, fikir yanlışdır? Dostlar, burada A variantına baxırıq. There are beautiful and historic cities in North America.
Şimali Amerikada gözəl və tarixi şəhərlər vardır. Biraz daha diqqətli düşünmək lazımdır. Nə üçün? Biz coğrafiyadan da bilirik ki, Kanada Şimali Amerikada yerləşir və Şimali Amerikada yerləşdiyi üçün də mətnimizdə Kanadanın gözəl və tarixi şəhərlərindən bəhs edilir. Bu da dolayısı yolla elə Kanadanın Şimali Amerikada yerləşdiyi üçün həmin şəhərlərin də Şimali Amerikada olduğunu göstərir və A variantı doğrudur. Bu mövzuda biz növbəti, yəni reading comprehension, oxu bacarıqlarının inkişaf etdirmək üçün lazım olan vacib məqamların ikinci hissəsində, yəni dərs 2-də daha detallı danışacağıq, amma bu sualı da burada cavabladıq. B variantına baxırıq. Canada is a country rich in water resources. Kanada su ehtiyatları ilə zəngin bir ölkədir. Bəli, doğrudur. Çünki mətnimizdə var ki, Kanada təbii ehtiyatları ilə zəngindir və orada 2 milyon göl və çaylar vardır. C variantına baxırıq. Inuits spend summer in igloos made of wood. Bax, bu səhv variantdır. Bizə də elə səhv lazımdır. Çünki bizə səhv cümləni, səhv fikri tapın deyib. Niyə görə səhvdir? Çünki inuitlər yayda iglularda yaşamır, qışda yaşayır. Elə cümləmiz də buradadır ki, while in winter they use wood or stone. Yəni while in the winter, qışda onlar yaşayırlar. Orada qış ərəfəsində iglularda yaşayırlar və onlar taxtadan və daşdan istifadə edirlər. Deməli, doğru cavab C variantıdır. Dostlar, indi isə 10-cu suala baxırıq. Choose a correct answer to the question according to the passage. Yəni mətnə əsasən suala düzgün cavabı tapırıq. What makes Quebec different from other cities in Canada? Kanadadakı Quebec şəhəri Kanadanın digər şəhərlərindən nə ilə fərqlənir? Baxın burada yenə də mətndə birinci, sonuncu cümlələrə diqqət edirik. Hər mətnin ilk cümləsinə diqqət edirik. Çünki ikinci abzasda Quebec haqqında məlumat verilib. One of the Canada's beautiful cities is Quebec. It's one of the oldest cities in the country. Baxın, elə məhz fikir də burada verib ki, o ölkənin ən köhnə, ən yaşlı şəhərlərindən biridir və s. Bir neçə cümlə sırf Quebec-lə bağlı cümlələrdir. Və doğru cavabda, yəni onu fərqli eləyən nədir? It has a defensive wall around it. Onun ətrafında müdafiə divarı vardır. Və bu cavab doğrudur. Hansı ki, həmin bu müdafiə divarını 1985-ci ildə UNESCO tərəfindən qorunur, müdafiə olunur və bu da həmin cavabı dəstəkləyir. İndi isə keçirik 11-ci suala. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayırıq. The native people of Canada, Kanadanın yerli insanları, nöqtələr. Biz artıq burada dərhal Native People of Canada hissəsini mətndə axtarırıq. Axtarırıq və tapırıq D variantını ki, hunt animals and use them for food, clothes and boats. Onlar heyvanları ovlayırlar və onlardan qida, ərzaq və ya geyim və qayıqlar üçün istifadə edirlər. Doğru cavab D variantıdır. Və nəhayət, dostlar, iri həcmli mətnimizin sonuncu sualına gəldik. Az öncə də dediyimiz kimi sonuncu, yəni 12-ci test açıq test nümunəsidir. Nəyə görə buna açıq test nümunəsi deyirik? Çünki variant yoxdur. A, B, C, D, Y variantları yoxdur. Sadəcə 4 cavab verir. Bu 4 cavabdan biri və ya bir neçəsi doğrudursa, siz onları qeyd edirsiniz və cavab kartınızda bunu yazırsınız. Burada isə sual, which statements are true according to the passage? Mətnə əsasən hansı fikirlər doğrudur? Birinci cümləmizdə yazıb ki, the largest city in Canada is its capital. Yəni, Kanadanın ən böyük şəhəri onun paytaxtıdır. Amma mətnin elə ilk iki cümləsindən artıq başa düşürük ki, its capital city is Ottawa, but the biggest city is Toronto. Paytaxt şəhəri Ottawa olsa da ən böyük şəhəri Torontodur. Yəni, birinci cümlə yanlışdır. İkinci, the Canadians have more than one main language. Bir dildən daha çox əsas dilləri var. Bəli, bu doğru cavabdır. Üçüncü cümləmiz, the north of Canada has a cold climate. Kanadanın şimalında soyuq iqlim vardır. Bəli, bu da doğrudur. Çünki orada inuitlər yaşayır və onlar igluda daha çox yaşayırlar və s. kimi burada fikirlər var idi və bu da o demək ki, doğru cümlədir. Dördüncü, the whole country is covered by forests. Bütün ölkə
meşə ilə əhatələnib, bu yanlışdır. Elə məhz mətnin sonuncu cümləsində biz bunu yanlış olduğunu görürük. About half of the country is covered by forest. Yəni ölkənin sadəcə yarısı meşə ilə əhatələnib. Demək ki, bu yanlışdır. Doğru cavab 2 və 3-dür. Cavab kartında da siz 2 və 3-ü doğru cavab kimi qeyd edirsiniz dostlar. Dostlar, bununla da oxu bacarıqları dərsimizin birinci hissəsini bitirdik. İkinci hissədə isə daha da yaxşı oxu bacarıqlarınızı necə təkmilləşdirmək lazım olduğunu öyrənəcəksiniz. Amma sizin üçün maraqlı, ödənişsiz sınaqlar hazırlamışam. Sınaqları əldə etmək üçün aşağıdakı WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti dərsdə görüşərik. Hələlik.